Bu hadisə qisasın başlanğıcı və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ı əzab içində saxlamalıdır. Bunu İran parlamentinin deputatı Fətullah Tovassoli Amerika Birləşmiş Ştatları prezidentinin Türkiyədən qayıdarkən Tehranın təhdidi səbəbindən təyyarəsini dəyişməsini şərh edərkən deyib. Trump'ın Türkiyədə başına gələn hadisə və özünü dünyanın fövqəladə dövləti hesab etdiyi halda belə biabırçı şəkildə təyyarəsini dəyişməsi qisasın başlanğıcıdır. Bu Trump'ı əzab içində saxlamalıdır. O qatildir və qatilin hökmü qisasdır, ölümdür, deputat bildirib. Tovassoli İran parlamentində ölkə rəsmiləri və komandirlərini öldürən şəxslərin cəzalandırılması ilə bağlı hazırlanan qanun layihəsi barədə qeyd edib. Parlamentdə rəhbərimizi və komandirlərimizi öldürən şəxslərin cəzalandırılması haqqında qanun qəbul olunur. Bu qanunun ümumi müddəaları təsdiqlənib. Detalları da mütləq təsdiq ediləcək. Nəzarətçilər Şurası da bu qərarı təsdiqləsə qanuna çevriləcək və təbii olaraq onun icrası ölkə rəsmiləri üçün məcburi olacaq.